Allah Resulü buyurur ki, Allah mənə vəhy etdi ki, təvazükar olun və heç bir kəsə qarşı həddini aşmasın və heç bir kəs də heç bir kəsin yanında fəxr etməsin. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, İnnəmə bu'isu li utimmə məkariməl əxlaq. Mən ən kamil əxlaqı tamamlamaq üçün göndərilmişəm. Ən kamil əxlaqı tamamlamaq üçün. Deməli, Allah Resulundan öncə əxlaq olub. Çünki Allah Resulü buyurur ki, ən kamilini tamamlamaq üçün göndərilmişəm. İslamdan öncə əxlaq olub. Allah Resulü ən kamilini göstərir bütün dünyaya. Necə ki, Allah Resulü tövhidin ən kamil dəvətçisi, ən kamil şəkildə insanlara çatdıran kəs olduğu kimi, əxlaqın da ən kamilini, ən gözəlini insanlara çatdırır. Necə ki, Allah Resulü buyurur, ümmətim üçün qorxduğum şirk qarışqanın qaranlıq gecədə qoyduğu ayaq izinə bənzəyir. Yəni, tövhidin qaranlıq gecədə qarışqanın ayaq izinə qədər çatdırıb Allah Resulü. Yəni, ən xırda hissəsinə qədər. Həmsinin tövhid kimi əxlaqın da ən kamilini Allah Resulü aleyhissalatu vesselam insanlara çatdırıb. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, İttəkilləhə heysəmə kuntə وَاتْبِعِ السَّيِّئَةَ الْحَسَنَةَ تَمْحُهَا وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ. Harada olursan ol, Allahdan qorx. Və hər pis bir əməlin ardınca yaxşı bir əməl et ki, onu silsin. Və insanlarla gözəl əxlaqla müamilə et. Əmr edir Allah Resulü ki, insanlarla gözəl əxlaqla müamilə edin. Allah Resulü buyurur ki, Əkməlül müminə imanən Əhsənuhum xuliqən. Ən kamil iman olan mümin, imanı ən yaxşı, ən gözəl olan mümindir. Yəni, hədisdə gözəl əxlaqı imanın kamilliyinə səbəb olan bir şey kimi göstərir Allah Resulü. Başqa bir hədisdə Allah Resulü buyurur ki, Leysəl mümin bittə'an, və lə lə'an, və ləl fəhiş, və ləl bəzi. Mümin çoxlu tənə edən kəs deyil. Şəxsilər deyirlər ki, yəni qeybət edən, böhtan edən, nəmmamlıq edən. Və lə lə'an, mümin çox lənət edən kəs deyil. Və ləl fəhiş, həmçinin mümin fuhuş edən kəs deyil, yəni dili ilə və əməli ilə əxlaqsızlıq edən. Və ləl bəzi, həmçinin bəzi, yəni söyüş söyən. Bu dörd şey edən kəs mümin deyil. Allah Resulü buyurur. Sonra Allah Resulü başqa bir hədisdə buyurur ki, İnnə min əhəbbikum iley və əqrabikum minni məclisən yevməl qiyamə əhsənukum əxləqən. Qiyamət günü mənə ən sevimli olanlarınız və mənə ən yaxın olanlarınız, ən gözəl əxlaqı olanlarınızdır. Və innə min əbğadikum iley və əb'adikum minni məclisən yevməl qiyamə əs-sərfərun vəl-mütəşəddiqun vəl-mütəfəyyiqun. Qiyamət günü məndən ən uzaq olanlarınız və mənim ən nifrət etdiyim kəsləriniz sərsərlərinizdir və mütəşəddiq, təkəbbürlü danışanlarınızdır və mütəfəyyiq, xırdaçılığa gedənlərinizdir. Baxmayaraq ki, bu insanlar müsəlmandırlar. Allah Resulü pis əxlaqlarına görə deyir ki, mənim nifrət etdiyim kəslərdir və məndən uzaq olan kəslərdir qiyamət günü. Sərsərlər, boşboğazlıq edənlər, təkəbbürlü danışanlar və xırdaçılığa gedənlər.